Salam, sabahınız xeyir. Kanalımızın əziz və dəyərli izləyiciləri, bu gün sizə 27 dekabr bürclərin günlük proqnozunu verəcəm. İlk öncə başlayaq Qoç bürcündən. Qoç bürcləri bu gün enerji yüksəkdir, amma tələskən qərarlar problem yarada bilər. İşdə liderlik edəcəksən, sevgi həyatında açıq danışmaq vacibdir. Boğa bürcü, səbrin sınağa çəkilə bilər. Maddi mövzular ön plandadır. Münasibətlərdə sakit və anlayışlı davransan, gün xeyrinə işləyəcək. Əkizlər bürcü, ünsiyyət güclüdür. Yeni xəbərlər ala bilərsən. Keçmişdən biri yenidən ortaya çıxa bilər. Qərarsızlıqdan uzaq dur. Xərçəng bürcü, duyğuların dərinləşir. Ailə və ev mövzuları önə çıxır. Qəlbini incitdiyin və ya səni incidən biri ilə barışıq mümkündür. Şir bürcü, diqqət mərkəzindəsən. İş və sosial çevrədə parlayırsan. Ego və təkəbbür münasibətlərdə problem yarada bilər. Qız bürcü, detallara diqqət artır. Planlama üçün ideal gündür. Sağlamlığına fikir ver. Yorğunluq özünü göstərə bilər. Tərəzi bürcü, balans axtarışı içindəsən. Sevgi həyatında qərar vermək lazım gələ bilər. Güzəşt etsən, qazanan sən olarsan. Əqrəb bürcü, daxili gücün artır. Gizli qalan mövzular önə çıxa bilər. İntuisiyana güvən, amma kin saxlamadan. Oxatan bürcü, hərəkətli və şanslı gündür. Qısa yolculuq və ya yeni planlar gündəmə gələ bilər. Boş vədlər vermə. Oğlaq bürcü, məsuliyyətli bir gün, iş və gələcək planları ön plandadır. Səbr və nizam sənə uğur gətirəcək. Dolça bürcü, fərqli düşüncələrin diqqət çəkir. Dostlarla söhbət ruhunu yüksəldəcək. Ani qərarlar vermə. Həssaslığın artır. Balıqlar bürcü, ruhən dincəlməyə ehtiyacın var. Özün sağlamlığına diqqət yetir. Dua, meditasiya və sakitlik sənə yaxşı təsir edəcək. Bura qədər izlədinizsə, videomuzu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.